Hədisi cürbəcür mənalarda tərcümə etmək olar. Ən yaxşısı budur. وَلَا تُطْبِعِ النَّظْرَةَ النَّظْرَ. Birinci baxışın dalınca ikinci baxışı gətirmə. Çünki burada iki baxış var. Hədisin davamında gəlir. Allah Rasulü buyurur ki, فَإِنَّمَا لَكَ الْأُولَى وَلَيْسَتْ لَكَ الْأُخْرَى. Birinci baxış sənindir, ikinci baxış sənə məxsus deyil. Bu nə deməkdir? Bu o deməkdir ki, şək yoxdur ki, insanın gözünə sataşmaması, görməməsi mümkün deyil. Lakin görmə ilə baxmaq arasında fərq var. Hətta bizim dildə də. Necə ki, dinləmə ilə eşitmək arasında fərq olduğu kimi. Fərq nədir? Dinləmək, məsələn, biz deyirik ki, mən bir səs eşitdim. Yəni, qəsdli olaraq yox. Çünki qəsdli olaraq eşitsəm, bunun adı nədir? Bu dinləməkdir. Və beləcə də görmə ilə baxmaq arasında fərq var. Biri var, insan bunu qəsdli edir, biri var qəsdsiz. Və o qəsdlə olmayan birinci baxış ki var, Allah Rasulü buyurur ki, o sənə məxsusdur. Ona görə insan cavabdeh daşımır. Lakin problem hardadır? Problem ikinci baxışdadır. Ona görə Allah Rasulü buyurur ki, birinci baxışın arxasınca ikinci baxışı gətirmə. Hətta bununla, yəni insan gərək öz nəfsinə alət olmasın.